Salam değerli izleyicilerimiz, 22 iyun 2026 il tarixidir. Biz yiğit qəhrəman oğullarımızdan biri lokal antiterror tədbirləri zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Ramil Rəhimovun ev muzeyindəyik. Ailəsini ziyarətə gəlmişik. Allah şəhidimizin şəhadətini mübarək eləsin, məkanı cənnət olsun, məqamı uca olsun. Bugünkü gəlişimizin məqsədi, məramı, mən istəyirəm ki, hər zaman şəhid tədbirlərimizdə sevə-sevə iştirak edən Polad ağa müəllimi sizə təqdim edim. Elə bu gəlişimizin məqsədində o açıqlasın. Buyurun. Bizim gənc yazıcımız Nadir Kərimli 4-cü kitabını yazmağa başlayıb artıq. 3-cü kitabı da şəhidlərə həsr olunmuşdu. O 4-cü kitabını da şəhidlərimizə və qazilərimizə həsr edib. Bugün gəlməkdə əsas məqsəd odur ki, Nadir şəhidimizin ailəsi ilə, anası ilə tanış olsun. Şəhidimiz haqqında lazım olan məlumatları öyrənsin ki, öz kitabını rahat yaza bilsin. Təşəkkür edirik sizə. Zəhra, sözüm var, buyur. Allah rəhmət eləsin. Dəvət üçün də çox sağ olun. Mən bilirəm ki, bizim bu gənc məktəblimizə, yazarımıza onun atası dəstək olur. Elə istəyirəm ki, atası da bir-iki kəlmə öz ürək sözlərini desin. Buyurun. Çox sağ olun. Allah kömək olsun. Allah rəhmət eləsin. Allah səbir versin. Allah balalarını saxlasın. Həqiqətən də biz bugün gündə həmişə deyirəm mən, bugün gündə xoş, sakit vəziyyətdə gəzməyimiz, bugün gündə sizin qonağınız olmanın səbəbkarı şəhidlərimizdə Allah onlara rəhmət eləsin, Allah yerini cənnət eləsin onlar. Biz də dəvətimizi qəbul edədiniz, bizə qapı açdınız, süpür açdınız. Allah sizdən də razı olsun. Çox sağ olun. Nadir, bir-iki kəlmə özün haqqında bizim izləyicilərimizə məlumat ver. Harada oxuyursan, neçənci sinifdə oxuyursan? Mən Şəhid Azad Hümbətov adına 291 saylı Araz Ekologiya Liseyinin 7B sinif şagirdiydim. Artıq 8-ci sinifə keçmişəm. İndiyə qədər mənim 3 kitabım olub, amma 3-cü kitabım çox böyük bir geri dönüş oldu. Mən 3-cü kitabımı şəhidlərimizə həsr elədim. Niyə? Çünki həmin o şəhidlərimiz sayəsində biz indi burada oturub söhbət edə bilirik, rahat yaşaya bilirik. Onlar sayəsində artıq vətənimiz də azaddır. Heç bir düşmən tapdağı altında olan bir ərazimiz yoxdur. Və mən Allah rəhmət eləsin şəhidimizə də məkanı cənnət olsun. Və sizə də təşəkkür edirəm ki, bizə qapınızı açdınız. Və mən də bu məlumatları şəhidimizi 4-cü kitabda qeyd eləməyimdə mənim qürur hissi keçirirəm. Sənə uğurlar diləyirik. Elə istəyirik ki, bir şəhid anası da sizə öz xeyir duasını versin. Buyurun Gülhəvva ana. Çox sağ olun Razı xanım. Əvvəlcə hər birinizə təşəkkür edirəm. Bizi ziyarət elədiyiniz üçün, şəhidimizi ziyarət elədiyiniz üçün hər birinizə ayrı-ayrıqda təşəkkür edirəm. Xoş gəlmişsiniz. Sənə də uğurların bol olsun. İnşallah səsin daha yüksəkliklərdən gəlir. Amin inşallah. Allah sizə də can sağlıq versin Razı xanım. Çox sağ olun. Siz bilirsiniz, Razı xanım da həmişə şəhid sevərdir, şəhid ailələrinin yanında olur, onlara mənəvi dəstək olur. Çox sağ olsun, təşəkkür edirəm Razı xanım. Mən sizə təşəkkür edirəm. Allah sizi var eləsin. Yiğit qəhrəman oğullarımızın ruhu qarşısında ehtiramla baş əyirəm. Bugün vətən torpaqlarımız azaddır. Var olsun şanlı müzəffər Azərbaycan ordusu, var olsun dövlətimiz, dövlətçiliyimiz. Ruhunuz şad olsun yiğit oğullar. Bugün uğrunda canınızı fəda etdiyiniz vətən torpaqları öz azadlığına qovuşdu. Üç rəngli Azərbaycan bayrağı qürurla doğma Qarabağın hər bir köşəsində dalğalanır.